Bismillahirrahmanirrahim. Həzrəti Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurub: Bəndə hərçənd ibadətdə zəif olsa da, özünün gözəl əxlaqı ilə axirətdə böyük dərəcələrə və ali məqamlara çatar. Mənbə Məhcədul Beyza, cild 5, səhifə 93. Salam, hər vaxtınız xeyir və bərəkət dolu olsun. İslami Dəyərlər verilişinin izləyiciləri. Cümə günündə yenə sizlərlə görüşə gəldik. Gəldik ki, yeni bir mövzunu müzakirə edək. Bəli, studiyamızın qonağı psixoloq, ilahiyyatçı, yazıcı, ailə məsləhətçisi Pərvin Nəsirsoydur. Xoş gördük Pərvin xanım. Xoş gördük Vüsalə xanım. Təşəkkür edirəm dəvətiniz üçün. Bəli Pərvin xanım, əgər bugün studiyamızda birlikdə əyləşmişik və gözəl bir mövzunu müzakirə edəcəksə, elə isə mövzumuzu elan edək. Mövzumuz duam niyə qəbul olmur? Dua haqqındadır. İlk sualımız da elə bu səpkidə istərdik olsun ki, ümumiyyətlə dua nədir? Dinimiz dua haqqında ayə və hədislərdə nə buyurmuşdur? Buyurun, siz dinləyirik. Qəşəng maraqlı mövzudur. Məncə hamının ürək yanğısı bir mövzudur. Çünki hər birimizdə ara-ara elə hallar olub ki, illərlə etdiyimiz duaların qəbul olmadığının səbəbini öyrənmək istəmişik. Ona görə də bu mövzu kimə maraqlıdırsa yaxın otursun məncə. Ümumiyyətlə ilk növbədə dua nədir mövzusuna giriş eləmək istəyirəm. Dua ərəbcədən dəa feilindəndir. Yəni çağırmaq, səsləmək, yönəlmək mənasındadır. Yəni dua təkcə Allahdan nə isə istəmək deyil, həm də Rəbbinə doğru yönəlmək, onu çağırmaq mənasındadır. Eyni zamanda mən bir ayəni Qurandan oxumaq istəyirəm. Dua barədə ən çox mənim qəlbimə yatan ayədir. Və bu ayəni oxuyanda həqiqətən də çox təsirlənirəm. Bəqərə surəsinin 186-cı ayəsində bəndələrim səndən, Allah Taala peyğəmbərinə buyurur. Bəndələrim səndən mənim barəmdə soruşsa, de ki, mən yaxınam. Dua edən məni çağırdığı zaman onun duasını qəbul edərəm. Biz bu ayədən əslində görürük ki, Allah Taala özü vəd edir ki, mənə dua edilsə, mən onu qəbul edərəm. Buradan belə bir suallar çıxır ki, bəs yaxşı, mən dua eləyirəm, niyə mənim duam qəbul olmur? Ki, belə suallar olur. Peyğəmbərin dövründə də olub belə suallarla yaxınlaşanlar, Həzrət Əliyə də belə yaxınlaşanlar olur. Bunların açıqlamasında bir çox hədislər var. Etdiyimiz günahlar bizim dualarımızla Allah arasında sərhəd qoyur. Duanı etmə şəkli, duanın öz ədəbi var. Dua edərkən hədislər var ki, məsələn, dəstəməz alın, üzü qibləyə dayanın. Birinci istiğfarla başlayın, Allahdan günahlarınızın bağışlanmağı ilə. Sonra Allahın gözəl adlarını, ismlərini saymaq, onlarla başlamaq və Allaha həqiqətən də inanaraq, kimin qarşısında durduğunu dərk edərək, hiss edərək, ağlayaraq, yalvararaq, tam bir xuşu halı ilə Allahdan nə isə istəmək, dua etmək. Yəni bu dua tamamilə fərqli bir fəzaya keçir. Amma belə gündəlik, rutin olaraq etdiyimiz dualar, sadəcə ağzımızın öyrəşdiyi ki, dualar namazdan sonra eyni artıq adət halına almış dualar. Yəni bunlar əslində duanın ədəbi, duanın şərtləri, duanın qaydalarına tam da riayət olunmur həmin halda. Demirik ki, bu dua qəbul deyil. O başqa bir şey də var ki, insan o hala həmişə gələ bilmir də. İnsanın Allahdan tam səmimi qəlbdən ağlayaraq, xuşu halında nəsə bir şey istəməsi bu çox nadir hallarda olur və insan əslində özü dərk eləyir həmin halda ki, Allah qəbul elədi bu duamı. Ona görə bu duaların da dediyim kimi növləridir əslində. Və yaxşı, bəziləri də deyir ki, mən elə illərlə istəyirəm bir şey, hətta ağlayaraq da istəyirəm, dua eləyirəm və bu duam niyə qəbul olunmur? Burada bir məsələ var ki, Allahın yer üzündə qoyduğu bir qayda var, sünnətullah deyirik biz. Bütün kainat, hər şey
bu səbəb-nəticə qanunu ilə idarə olunur. Yəni mən nəticələri dəyişmək istəyirəmsə, səbəblər üzərində də işləməliyəm. Mən əgər bir məsələn deyim, yaxşı bir yerdə işə girmək istəyirəmsə, amma öz üzərimdə çalışmıram, heç yeri CV göndərmirəm və ya göndərirəm, mənə CV-də hansısa bir əksikliyi bildirirlər ki, nəsə hansısa bir proqramı bilmirsən, bu proqramı öyrənməlisən, amma öyrənmirəm. Ancaq bütün gün oturub dua eləyirəm, yalvarıram ki, Allahım mənə gözəl iş nəsib elə və bunu iş misalında başqa şeylərə də eləyə bilərik. Ev istəyə bilər, sağlamlıq istəyə bilər, övlad istəyə bilər və s. amma həkimə getməz. Yəni sən üzərinə düşən məsələləri yetərincə eləmisənmi? Məsələ budur. Biz məsələn gündəlik həyatımızda rutinlərimizi dəyişmədən heç nəyə çata bilmərik. Əgər mən həyatımın dəyişməsini istəyirəmsə, mən yenə həmişəki kimi saat 11-ə 12 kimi yatıb, heç bir şey etmədən, məqsədsiz, plansız, disiplinsiz bir həyat sürəcəmsə, mənim həyatım heç vaxt dəyişməyəcək. Mən gecə gündüz oturum dua eləyim Allaha, amma mən öz üzərimə düşən məsələləri eləmirəmsə, burada yəni Allahın ədaləti özünü təzahür eləyir. Yəni bir adam gecə-gündüz çalışır, vuruşur, öyrənir, özünü dağa daşa vurur və nə isə əldə eləyir. Bir adam da ancaq dua eləməklə nə isə əldə etmək istəyir. Yəni burada Allahın nizamı, Allahın ədaləti özünü göstərir. Bir də məsələ nədir? Bəzən də biz elə düşünürük ki, biz dua eləyərək düşünürük, yox. Daha doğrusu düşünmədən eləyirik. Biz dua eləyərək özümüzdən məsuliyyəti atırıq əslində bəzən. Biz elə bilirik ki, dua elədim, istədim, bu qədər, yəni mən artıq üzərimə düşən vəzifəni elədim də və bu insanda passivlik yaradır. Halbuki dua insanı hərəkətə gətirməlidir, dua insanı təşviq etməlidir nələrəsə. Tam əksi nəticələnirsə, burada deməli bir problem var. Bu mövzu ümumiyyətlə insanın həyata baxışı, insanın məsuliyyət götürməyi ilə bağlı, daxili mənəvi aləmi ilə çox bağlıdır. Dua edirəm, niyə duam qəbul olunmur? Bu insanın ümumiyyətlə həyata baxışını bir sorğulamaq lazımdır. Bu insanın Allahdan gözləntisini sorğulamaq lazımdır ki, yəni sən Allahdan nə gözləyirsən? Allah sənin yerinə gəlib sənin həyatını yaşayacaq, yəni sənin etməli olduqlarını mı edəcək? Burada burada insanın əslində zehnində, düşüncəsində bir problem var. Əgər dediyim kimi passiv şəkildə dua eləyirsə, dua özü çox mükəmməl bir şeydir. Dua insanı Allaha yaxınlaşdırır. Dua barədə saysız hesabsız hədislər var, ayələr var. Yəni bu o demək deyil ki, yəni necə deyim, duanı düzgün istifadə eləsən, həyatın dəyişər. Duanı düzgün istifadə eləsən, Allahla rabitən düzələr, daxili aləmin zənginləşər. Amma duanı dediyim kimi, yalnız öz üzərimizdə məsuliyyəti atmaq naminə eləyiriksə və bizi passivliyə sövq edirsə, burada bir problem var. Nəyisə düz etmirik. Eyni zamanda bəzən bir şey də vurğulayım Müsalə xanım. Bəzən biz bunun psixoloji olaraq yönünə də toxunum ki, bəzən biz elə bilirik ki, bir şeyi istəyirik, həqiqətən istəyirik. Gecə-gündüz o şey üçün dua eləyirik. Amma içimizdə, daxilimizdə, qəlbimizdə, şuur altımızda o şeyin əslində baş verməsinə bir qorxumuz var, bir əndişəmiz var. Bəzən insan necə izah eləyim? Bəzən insan öz tanıdığı çətin vəziyyətdə məsələn böyüyüb, çətin vəziyyətdə dərd, qəm, həsrət, bu kimi məsələn hisslərlə böyüyüb, bu kimi hisslər onun daxilinə artıq hopubsa, o oradan çıxmaq üçün nə qədər dua eləyirsə, amma oradan çıxanda necə olacağı barədə bir təsəvvürü yoxdur və bu onu qorxudur, bu məchulluq. Tanımadığı bir xoşbəxtlikdənsə, tanıdığı bir qəmi daha üstün tutur əslində şuur altında.
və bunu əslində özü dərk eləmir. Soruşanda da niyə mən bütün günü Allahdan məsələn səadət istəyirəm, xoşbəxtlik istəyirəm, hansısa bir müşkülümün həllini istəyirəm. Halbuki o şeyi qəlbində, şuur altında, yəni tam mənada istəmir. O istəyinə qarşı bir baryer var zehnində. O da onun duasının qəbul olmasına maneədir. Hətta ariflərdən birinin sözü idi. Deyir, siz bir şeyi həqiqətən də istəsəz, bütün kainat sizin o istəyiniz üçün hərəkətə keçəcək. Yəni bu o qədər elmi, həm də psixoloji elmi bir cümlədir ki, sən həqiqətən də bir şey istəyirsənsə, həqiqətən də istəyirsənsə, o şeyin baş verməməsi üçün bir səbəb yoxdur. Yəni biz istəklərimizi həm də bu mənada sorğulayaq ki, mən həqiqətən də istəyirəmmi bu şeyi? Mən dua edirəm, sadəcə elə mənə təlqin olunan bir şeydirmi bu? Mən daxilimdə bir paradoks varmı istəyimlə bağlı? Bu mənada da bu məsələ önəmlidir. Pərvin xanım, o qədər gözəl vurğulayırsınız ki, istəməzdim ki, sizin hansısa bir fikrinizin qarşısında başqa bir kəlməni məndə deyim. Amma düşündürür həqiqətən də. Amma elələr var axı, o necə deyirlər, əlindən gəldiyindən də artıq dua barəsində işlər görür. Bəs onların duası niyə qəbul olunmur? Yəni duaları sanki gecikir. Müsalə xanım, bu barədə əslində hədislərə də müraciət eləsək, görərik ki, duaların qəbul olunmamasını Allah Taala deyir ki, ya bu dünyada məndən deyir dua eləyin, ya bu dünyada verərəm onun mükafatını, ya axirətdə verərəm. Hətta deyir axirətdə o qədər gözəl mükafat verir ki, bəndə deyir ki, kaş bu dünyada heç bir duam qəbul olmayaydı. Yəni bu ilahi yönü ilə yaxınlaşsaq, əslində bizim etdiyimiz heç bir dua əvəzsiz qalmır. Bunu mütləq ki, ya bu dünyada, ya o dünyada mükafatını alacağıq. Bu bir mənada. Amma siz demiş, bəzi insanlar da var ki, dua edir aylarla, illərlə. Siz demiş, əlindən gələni də edir. Lazım qədər səy də göstərir. Amma heç cür onun istəyi qəbul olunmur, onun duası qəbul olunmur və ya gecikir. Hətta bəzən belə insanlarda Allahdan uzaqlaşma da baş verə bilir ki, Allah məni eşitmir. Ya özünü günahkar saymağa başlayır ki, ya mən çox günahkar bəndəyəm ki, Allah məni eşitmir, ya Allah məni sevmir. Bu halda da depressiyaya girə bilir. Ya da əksinə Allaha üsyan etməyə başlayır ki, onda bu necə şey, Allah mənim bu qədər istəyimi qəbul eləmirsə, haşa, Allah yoxdur, Allaha üsyan etməyə başlayır. Bu hallar çox əslində qəlb ağrıdıcıdır. Bunların da biz səbəblərini araşdırsaq, bu mövzuya bir fəlsəfi, irfani bir baxış keçirsək, bəzən Allah Taala bizim istəklərimizi reallaşdırmaqla, dərhal reallaşdırmaqla bizim mənəvi yüksəlişimizin trayektoriyasını məhdudlaşdırmış olar. O isə bizim arzumuzun yerinə yetməsindən daha çox bizim böyüməyimizi və ona doğru yönəlməyimizi daha çox istəyir. Yəni mən bir şeyi bu həm də bilirsiniz necədir? Dua hədəfdən çox vasitə olmağa başlayır. Mən bir şeyi istəyib ona çatmağa doğru gedərkən bu yolun özü o qədər müqəddəs bir yol olur ki, bu prosesin özü o qədər məni böyüdür, kamilləşdirir, müdrikləşdirir ki, mən artıq duama çatanda duamın nə qədər istəyimin daha doğrusu nə qədər cılız qaldığını müşahidə edirəm və bu halda mən duamdan daha çox böyüyürəm və bu halda mənim duam əslində ən gözəl şəkildə qəbul olmuş olur. Yəni Allahın baxışı ilə desək,
kiçik öz subyektiv və dar çərçivəmizdən dəyərləndirəndə deyə bilərik ki, hə, mənim dünya ilə bağlı hansısa bir istəyim qəbul olunmadı. Halbuki mənim tamamilə Allaha yönəlməyim baş verdi. Mənim bu prosesin özündə bir çox fürsətlər çıxdı qabağıma, bir çox gözəl imkanlar yarandı, bir çox gözəl insanlarla tanış oldum, bir çox, məsələn, bu prosesin özündə insan Allaha daha da yaxınlaşa bilər və ya daha çox səy göstərir, məsələn, işlə bağlı bir şey, bayaq dediyim kimi, daha çox səy göstərir, daha çox öz üzərində işləyir, daha çox və onun inkişafına səbəb olur. Ola bilər ki, istədiyi şey gerçəkləşmir, amma istədiyindən də daha çoxunu əldə edir. Dediyim kimi, bir müddət gəlir ki, özü daha yüksəkdə durur, istəyi daha aşağıda dayanır. Bu baxımdan biz öz məhdud çərçivəmizdən dəyərləndirəndə, bəli, görünüşdə hansısa dualarımızın qəbul olmadığını deyə bilərik. Amma bunun arxa fonunu gözdən qaçırmamaq lazımdır. Bu arxa fonda nələr baş verdi? Mənim daxili dünyamda hansı dəyişikliklər baş verdi? Mənim dünyaya baxışım nə qədər dəyişdi? Mənim Allaha yönəlməyim nə qədər dəyişdi? Əslində bu həm də insanın imanının imtahanıdır deyərdim. Dediyim kimi bəziləri var ki, Allaha üsyana qalxır, bəziləri var ki, tamamilə əksinə Allaha daha da yaxınlaşmağı seçir. Burada insanın tutumu da çox önəmlidir. Həm də dua eləyərkən bir dua da var. Allah Taala özü deyir: Allahım, gücüm yetməyəcəyi şeylə məni imtahan etmə. Quranda belə bir ayə. Biz də dua eləyəndə əslində Allahın bizə öyrətdiyi bu dua şəkillərini özümüzə bir nümunə götürməliyik. Əgər gücümüz çatmırsa bir şey üçün, həqiqətən də Allahdan bunu deməliyik, ağlayaraq, dediyim kimi bayaq, tam səmimi şəkildə Allaha yönələrək əslində istədiyimizə nail olacağıq. Bəli. Həqiqətən də mövzu o qədər gözəldir. İstərdik ki, daha çox bu barədə məlumatlar verəsiniz. Amma təəssüflər olsun ki, verilişimizin zamanı o qədər qısadır ki, bu qısa zamanda böyük bir mövzunu sığışdırmaq biraz çətin olur. Bəli, Pərvin xanım, elə isə verilişimizin sonunda bizim dəyərli izləyicilərimizə, bizləri izləyənlərə, ən çox da sizləri gözləyib ki, sizin nə zaman bu verilişdə qonaq olacaqsınız, sizin dəyərli fikirlərinizi öyrənmək istəyən, diqqətlə dinləyən izləyicilərimizə ən sonda dua ilə bağlı nə demək istərdiniz? Dua bizim səbrimizin göstəricisidir. Dua bizim dözümlülüyümüzü, bizim hadisələrə baxışımızı, həyata ümumiyyətlə baxışımızı, analiz qabiliyyətimizi, məsuliyyət götürmə bacarığımızı, bütün bunları əslində dua ilə bizim münasibətimizi, duaya yanaşmağımızı şəkilləndirir. Yəni biz əslində duamızla bağlı bir problemimiz varsa, deməli bizim mənəvi çalarlarımızda hansısa bir möhkəmlətmədiyimiz, hansısa bir zəif qaldığımız yerlər var. Yəni biz Allaha üsyan etməkdənsə və ya həyata və ya hansısa bir idarəyə, hansısa bir insanlara üsyan etməkdənsə özümüzə yönələk, öz daxili dünyamızı, öz əksik yanlarımızı düzəldək, Allahla rabitəmizdəki nöqsanları aradan qaldıraq. Onda duamızın təcəllisi yer üzündə oldu, bu dünyada oldu, olmadı. İnanın onun bizim üçün o qədər də əhəmiyyəti olmayacaq. Təşəkkür edirəm. Bir daha təşəkkür edirik. Bəli, əziz izləyicilər, həqiqətən də mövzumuz dua olarsa və duadan danışıldısa, bu zaman insan sadəcə olaraq sakit və belə deyək, səssiz olaraq bu mövzunu dinləmək istər ki, kənardan görəsən, mənim içimdə olan dua ilə bağlı hansı suallar var idi. Tək bunu deyək ki, namazın özü ibadətdirsə, ibadətin içində də dua var. Həmd olsun aləmlərin Rəbbinə deyərək biz də namazımıza başlayırıq. Amma unutmayaq ki, qonağımız da gözəl vurğuladı. Mütləq istiğfar edib sonra dua edin.
Elə isə Allah ibadət və itaətlərinizi ali dərəcədə qəbul eləsin. Allah dualarınızı qəbul eləsin deyib sizinlə sağollaşırıq. Gələn verilişdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.